Mənim düşdüyüm ən böyük fitnələrdən biri 11 il səbr elədiyim. Qarabağda 44 gün müharibə gedir. 10 dənə xütbə dalbadal buraxdım. Komment yerlərinə baxıram, döşüyüblər. Ey kafirsən, kafirsən. Nə Qarabağ, nə tağut. Əmir sahibinə itaət edirsənsə vəssalam, sən deməli tağutun tabeçiliyində olan kafirsən. Vallahi elə tanıdığımız adamlar olub ki, çiyin-çiyinə bizimlə namaz qılırdılar. Həcdə hətta bir yerdə olmuş. Uzun müddət mən Azərbaycanda yox idim. İndi gəlib soruşuram, filan kəs var idi. Görsənmir. Deyirlər, qardaş, xəbərin yoxdur. O dindən çıxıb. O qadınlar, o bacılar ki, mənə müraciət edir sualla, gileylənə ki, boynu yerə soxun bu qardaşların, mən onların əvəzinə xəcalət çəkirəm. Hamı mehriban idi. Bu gəldi dedi ki, yox, mehribansılıq bizə yaraşmır. Buna salam vermə, buna salam vermə, ondan uzaq dur, bundan uzaq dur. Salam verməmək bidəti 21-ci əsrin ən qorxulu bidətidir. Kim dünya malı dalınca qaçacaqsa, onun üçün çox qorxuludur. Səhər mömindir, ola bilər bir yerdə cəmaatla sübh namazında məsciddə olub. Axşam kafir ola bilər. Vallahi ola bilər. İndi amma bəzilərinin canına qaşınma düşür Albaniyada eşidəndə. Bəzi sapıqlar onu kafir sayır. 10-15 il bundan əvvəl baş vermiş hadisəni dəfələrlə danışmışam. Adam məscidə gələn, məscid əhlindən olan birisi idi. Ölüm yatağına düşür. Bir neçə qardaş gedir onu ziyarət eləməyə. O da can verir. Qardaşları görən kimi deyir ki, yaxşı gəlmisiniz, gəlin. Mənə Quran gətirin. Tez bir dənə Quran evdən götürüb gətirib verirlər. Əlini qoyur kitabın üstünə deyir, görürsünüz bu kitabı? Boş şeydir, buna inanmayın. Və vəfat edir. Adam şirk edir. Gəlib deyirsən ki, bu olmaz, şirkdir, küfürdür. Eləmə bunu. Deyir, bu vahabidir. Adama gəlib deyirsən ki, bu günahdır, ribadır, zinadır, içkidir. Deyir, sən geridə qalmışsan. Bir də müasir ol, get, cəmiyyət arasına çıx. Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Vessalatu vesselamu ala eşrefil enbiyai vel mursalin. Nebiyyina Muhammedin ve ala alihi ve sahbihi ecmain. Rabbi şrah li sadri ve yessir li emri ve ahlul uqdeten min lisani yefqahu qavli. Əziz qardaşlarım, həmişə olduğu kimi hamınıza, eləcə də özümə Allahdan qorxmağa nəsihət edirəm. Bugün mən sizə elə bir mövzu haqqında danışmaq istəyirəm ki, keçmiş imanınızı xatırlatsın. Niyə keçmiş iman deyirəm? Çünki bugünkü gün müsəlmanlar sahabələrdən fərqli olaraq İslam'a gələndə imanı çox güclü olur. Namazı ürəklə, xuşu ilə qılır. Bəzən namazda ağlayır, səcdəni uzadır, səcdədə dualar eləyir çoxlu. Ramazan ayını səbirsizliklə gözləyir. 6 ay əvvəlcədən namazlarda Allaha dua edir ki, Allah onu o aya yetişdirsin. Kəbəni ilk dəfə görəndə hönkür-hönkür ağlayır və s. Lakin zaman keçdikcə bu ibadətlər onun üçün o qədər adiləşir ki, artıq onun ləzzətini ala bilmir. Vicdanla müsəlmanlar özlərinə sual versələr ki, indi halımız necədir? Sualın cavabını özləri elə vicdanla verəcəklər. Nə qədər qardaşlarımız olub məclislərdə müraciət edib mənə ki, subhanallah deyir, qardaşım, əvvəl deyir, namaz qılırdıq, oruç tuturduq, ömrəyə gedirdik, onun ləzzətini alırdıq. İndi deyir, tələm-tələsi namazı qıl, fikrin də işin yanında. Orucluq gəlir, keçir, heç bilmirsən ki, necə gəldi, keçdi. Ömrəyə də o qədər gedib gəlib ki, artıq ora gələndə adi bir adət olaraq onu yerinə yetirir, tez qaçır gedir. Halbuki sahabələr belə deyildi. Sahabələr əksinə İslam'a gələn gündən hər günü üzərlərində çalışırdılar ki, günü-gündən imanları artsın. Allah Subhanahu Quran-ı Kərimdə onları vəsf edərkən deyir ki, biz onların imanını artırırıq. Fikir ver. Sahabələrin imanını artırır, amma bizimki əksinə azalmağa doğru gedir. Niyə? Ona görə ki, layiqincə Allaha ibadət etmirik. Layiqincə Allaha ibadət etmək nə deməkdir? İndi o haqda danışacağım.
Allah Subhanahu Teala Kur'an-ı Kerim'de deyir ki: وَمِنَ النَّاسِ مَنْ يَعْبُدُ اللّٰهَ عَلَى حَرْفٍ فَاِنْ أَصَابَهُ خَيْرٌ اِطْمَعَنَّ بِهِ وَاِنْ أَصَابَتْهُ فِتْنَةٌ اِنْقَلَبَ عَلَى وَجْهِهِ خَسِرَ الدُّنْيَا وَالْآخِرَةِ ذَٰلِكَ هُوَ الْخُسْرَانُ الْمُبِينَ. Möhtəşəm ayədir. İnsanlar arasında eləsi var ki, Allaha şübhə ilə ibadət edir. Yəqinliklə yox, şübhə ilə. Sahabələr Allaha yəqinliklə ibadət edirdi. Milyard yarım yer üzündə özünə müsəlman deyən var. Hansı birindən soruşsan deyəcək ki, yəqin bilirəm ki, Allah var. Söhbət bu ayədə bundan getmir. Hamı bilir ki, Allah var. Kafirlər də bilir ki, Allah var. Lakin Allaha şübhə ilə ibadət etmək nə deməkdir? Allah Subhanahu Teala ayənin ardından özü bunu izah edir. Deyir ki, ona bir xeyir nəsib etdikdə qəlbi rahatlıq tapır. Əlhəmdülillah, Allah Teala mənə ev nəsib elədi. Minik, ruzu, pul, iş, ailə, hamısı dünya ilə bağlı olan şeylərdir, qəlbi rahatlıq tapır. Elə ki, onu imtihana çəkirik. Diqqət edin. وَاِنَ سَابَتُ فِتْنَةٌ اِنْقَلَبَ عَلَى وَجِهِ Dinindən dönür. Vallahi, elə tanıdığımız adamlar olub ki, çiyin-çiyinə bizimlə namaz qılırdılar. Vaxtı ilə. Həcdə hətta bir yerdə olmuş. Uzun müddət mən Azərbaycanda yox idim. Artıq bir dəfəlik qayıtmışam. Əlhəmdülillah. İndi gəlib soruşuram, filan kəs var idi. Görsənmir. Deyirlər, qardaş, xəbərin yoxdur. O dindən çıxıb. Məni ağlamaq tutur. Mən onu o qədər çox istəyirdim. Niyə? Nə oldu birdən-birə? Hələ gec deyil. Yəni, o adamı görsəm, oturub nəsiyyət edərəm. Hələ gec deyil, hələ həyatdadır. Geri döndərmək olar. Ancaq niyə? Yəni, dünya nə cür şirindir ki, dünyaya görə dinimi satasan. Ayənin ardından Allah Subhanahu Teala deyir ki, belələri dünyanı da itirir, ahirəti də. Və ən böyük xəsarət, yəni ziyan da elə budur. Və baxırsan ki, adam dünya dalınca qaçır, elə yığır. Bir anda o əcəl ki gəlir, canını almağa. O əcəl gələndə artıq başa düşür ki, boşuna həyatımı keçirirdim. Yığdıqlarımı indi özümlə apara bilməyəcəm. Rasulullah sallallahu aleyhi ve sellem isə sahabələr nə cür tərbiyə verirdi? Yəni, bu hədisi, dediyim milyard yarım müsəlman bilsə, bu hədisə əməl etməyə çalışsa, onların da imanı artdıqca artacaq. Peyğəmbər sallallahu aleyhi ve sellem deyir sahabələrinə ki, istəyirsiniz, yığdıqlarınızı özünüzlə apara biləsiniz. Sahabələr də təəccüblə baxır. Ya Rasulullah, bu necə ola bilər? Yəni, yığasan dünya malını, o dünyaya aparasan. Bu necə olur? Bunu necə edə bilərik? Peyğəmbər sallallahu aleyhi ve sellem deyir ki, o yığdıqlarınızı əmələ çevirin. Əmələ çevirdikdə o əməlləri özünüzlə apara biləcəksiniz. Və dəfələrlə danışmışam, bir daha xatırladıram sizə. Peyğəmbər sallallahu aleyhi ve sellem sahabələrinə sual verir. Hansı malınız sizin üçün əzizdir? Özünüzə saxladığınız, yoxsa Allah yolunda sədəqə elədiyiniz? Sahabələr deyir, əlbəttə özümüzə saxladığımız. Hər kəs kiməsə nəsə vermək istəyəndə özünün ikinci dərəcəli malını verir. Bahalı malını özünə saxlayır. Peyğəmbər sallallahu aleyhi ve sellem də onlara deyir ki, nəyi verirsinizsə sizindir. Nəyi saxlayırsınızsa kiməsə qalacaq. Bax, tərbiyəyə bax, gör necə tərbiyə verir.
Ona görə səhabələrin həyatına baxsaz görəcəksiniz ki, demək olar ki, hamısı ancaq yaşadığı o bir gün ki var, həmin gün üçün yaşayırdı. Yəni fikirləşmirdi ki, sabaha nə olacaq? Belə yaşamaq çətindir biraz. Yəni biz belə yaşaya bilmərik. Onlar həqiqi mənada o Peyğəmbər s.ə.v necə ki vəsf edir quşu. Quş səhər çıxır, ac, çünki yuvasında heç nə yoxdur. Ehtiyat üçün yuvada heç vaxt heç nə saxlamır. Soyuducusu yoxdur ki, doldursun için ərzaqla. Səhər ac uçub gedir, axşam tox qayıdır. Sahabələr belə yaşayırdı. Biz əlbəttə ki, belə yaşaya bilmərik. Bu çox çətindir. Ancaq görün onlar imanı nə qədər idi ki, təvəkkül nə qədər idi ki, belə yaşayırdılar. Deməli, sahabələrdən bir neçə misal çəkəcəm. Sonra davam edəcəm bu ayənin şərhini. Utbə ibn Qazvan radiyallahu anh barədə ayrıca bizim dərsimiz var. YouTube kanalında axtarıb tapıb qulaq asa bilərsiniz. Mən onu qısa deyəcəm sizə. Bu sahabə Bəsrənin əmiri olur. Radiyallahu anh. Əmir. Bu deməkdir ki, qənimətlərdən ona daha çox pay çatır. Beytülmaldan onun öz haqqı var. Lakin əlinə nə gəlirsə, hamısını Allah yolunda dərhal ehtiyacı olanlara paylayır. Özü çox kasıb olur. Lakin əmir. Bəsrənin əmiri olur. Və görəndə ki, Bəsrə əhalisi artıq başları qarışıb dünyaya, bazardan çıxmırlar. Bütün günü pul, pul, pul. Başa düşür ki, bunlar əgər düzəlməsə, islah olmasa, onların yanında qalsa, bunu da korlayacaqlar. Bunu da imanına təsir edəcəklər. Buna görə yığır cəmaatı meydana, xütbə verir. Məşhur xütbəsi var onun. O dərsdə tam o xütbəni qulaq asa bilərsiniz. Orada onlara bildirir ki, biz Peyğəmbər sallallahu aleyhi ve sellemin zamanında onunla bir yerdə olan vaxtı elə günlərimiz olub ki, yeməyə heç nə tapa bilməmiş. Həmin vaxt biz yarpaq yeyirdik. Ağacın yarpağını. Bunu onlara niyə deyir? Bunu onlara deyir ki, indi dünya malı çoxalıb, yenə də o yarpaq yediyimiz günlə, indiki gündə heç bir fərq yoxdur. Buna imanımıza təsir eləməyib. Həqiqi mömin belə olmalıdır. Dünya malı artanda da gərək imanına təsir eləməsin, azğınlaşmasın. Azalanda da imanına təsir eləməsin, gileylənməsin, dindən çıxmasın. Budur həqiqi Allaha ibadət edən. Amma şübhə ilə Allaha ibadət edənlər ki var, dünya malı artalarında sevinir, Allah'a tərifləyir, Allah'a həmsanalar edir, sıxıntıya düşəndə dindən çıxır. Bəziləri hətta Allah'a qarşı nankörlük edir, asilik edir, Allah'a qarşı nalayıq sözlər deyir. Amma həqiqi mümini Peyğəmbər sallallahu aleyhi ve sellem hədisdə vəsf edəndə nə deyir? Deyir ki, Acəbən li əmril mümin, innə əmrahu kulləhu acəb. Müminin işləri çox qəribədir. Niyə qəribədir? Davam edir, deyir ki, İzə əsabətus sərra şəkərə fəkənə xayrələ və izə əsabətus sərra darra sabara fəkənə xayrələ. Allah ona bir xeyir verdikdə şükür edir, bu onun xeyrinə olur. Sıxıntı, imtihan göndərdikdə səbr edir, bu da onun xeyrinə olur. Hər bir halda müminin imanı artır. Peyğəmbər sallallahu aleyhi ve sellem bizə nümunədir. Başına Allah subhanahu xeyir verdiğinde, xeyir nəsib etdikdə deyərdi ki, Elhamdülillahilləzi bi ni'məti tətimü salihət. Öz neymətləri ilə bütün salih əməlləri tamamlayan Allaha həmd olsun. İmtihana çəkəndə deyərdi ki, Elhamdülillah alə kulli həl. Hər bir halımıza görə Allaha şükür olsun, həmd olsun. Sahabə bunlara nəsiyyət edir, baxır ki, bunlar ciddiyə almır onun nəsiyyətini. Yəni, sən danış, əmirin nəsiyyətini ciddiyə almırlar. Qərara gəlir ki, qayıtsın yeri xəlifənin yanına. Qayıdır Mədinəyə, gəlir Ömər ibn Xattab radiyallahu anh'a deyir ki, ya əmirəl-müminin,
məni o zalim tayfanın yanına göndərmə. Onlar mənim imanıma təsir edir. Onların yanında qalsam, mənim imanım da azalacaq. Ömər radiyallahu anh deyir ki, ey Utbə, onları sən düzəltməsən, sən islah eləməsən, kim islah eləyəcək? Səni ora qoymuşam ki, onları islah edəsən. Qayıt onların yanına. Sahabə deyir ki, baş üstə. Eşidirəm və itaət edirəm. Əmirin sözündən çıxmır. Çıxır, xəlifənin yanından atına minir. Atına minəndə əllərini qaldırır, deyir Allahım, məni o zalim tayfanın yanına qaytarma. İmanını qorumaq üçün dua edir. Geri qaydanda yolun yarısında əcəli yetişir, vəfat edir. Kim nəyə can atırsa, qardaşlar, Allah onu nəsib edir. Yadınızda saxlayın. Abu Hureyra radiyallahu anh gəlir bazara, görür ki, bazarda hamı ticarətlə məşğuldur, pul. Baxır ki, hamısı dünyaya həris olan insanlardır, pula həris. Uca səslə deyir ki, ay cəmaat, məsciddə pul paylanır. Məsciddə Peyğəmbər s.ə.v-in mirasını bölürlər. Gedin, siz də alın. Fikir verin, sahabənin hikmətinə baxın. Yalan danışmır. Amma elə söz deyir ki, bunlar başqa cür başa düşür. Bunlar pul başa düşür. Hər kəs ağlında nədirsə, onu başa düşür. Və qaçırlar hamısı məscidə. Ki, onlara da o puldan bir pay düşsün. Gəlib görürlər ki, məsciddə bir dəstə oturub bir qıraqda Quran əzbərləyir. Bir dəstə oturub bir qıraqda hədisdən danışır. Bir dəstə fiqh öyrənir. Toplum hamısı Peyğəmbər sallallahu aleyhi və sələmin onlara qoyub getdiyi o mirasdan istifadə edir. Peyğəmbərlik mirasından, elmdən. Qayıdıb gəlirlər təzdən Abu Hureyranın yanına, deyirlər ki, yekə kişisən, niyə bizi alladırsan? Orada pul paylamırlar axı. Biri Quran oxuyur, biri hədis öyrənir, biri deyir elə Peyğəmbər sallallahu aleyhi və sələmin mirası budur. Peyğəmbərlər özlərindən sonra dinar, dirhəm qoyub getmir. Onların qoyub getdiyi elmdir. İndi baxaq görək, indiki o milyard yarım müsəlman Peyğəmbər sallallahu aleyhi və sələmin mirasına can atır, yoxsa Peyğəmbər sallallahu aleyhi və sələmin xəbərdarlıq etdiyi, çəkindirdiyi, qorxduğu dünya malını dalınca qaçırlar. Qorxduğu niyə deyirəm? Diqqət edin, hədisdə görün Rasulullah s.ə.v nə deyir? Deyir ki, ey müsəlmanlar, mən sizin yoxsulluğa məruz qalacağından qorxmuram. Yoxsulluğa məruz qalacağınızdan qorxmuram. Yəni, yoxsul olsaz, narahat olmayın. İmanınız həmişə qalacaq yerində. Mən qorxuram ki, çoxlu mal dövlət gəlsin sizə. Sizdən əvvəlkilər o dünya malı üzündən yolunu azdığı kimi siz də yolunuzu azasınız. Hətta axırda iş o yerə gəlib çatsın ki, bir-birinizə qılınc çəkəsiniz. Dünyaya görə. O dünya malına görə. O vaxt gəlib çatır. Müsəlmanlar elə bir hala gəlib çıxır ki, dünya malı üstündə bir-birinə düşmənçilik edir, ədavət aparır. Və bayaq dedim axı, sıxıntıya düşəndə ki, dinindən dönür. Peyğəmbər s.ə.v hədisdə deyir ki, qiyamətə yaxın elə bir dövr olacaq. Səhər adam mömindir, axşam kafir olacaq. Axşam mömindir, səhər kafir olacaq. Əsas hədisin sonudur, subhanallah. Beləsi dünya mənfəəti müqabilində dinini satacaq. Bu doğrudan da qorxuludur, qardaşlar. Dünya elə şirin şeydir ki, ona görə insan axirətini satır. Niyə? Çünki axirətə imanı yəqinliklə deyil, ayənin əvvəlində deyildiyi kimi, şübhə ilədir. Axirətə kimin imanı yəqinliklədirsə, o nəyin ki, dünya malına dini satar? Əksinə, o canını da, malını da verir ki, axirətini qazansın. Bir dənə də misal sahabədən Suheyb Rumi
radiyallahu anh. Bu sahabə əvvəlcə kölə olur. Sonra Əbu Bakır radiyallahu anh onu azad edir. Alır, azad edir. Çox nümunəvi sahabələrdəndir. Və artıq hamı hicrət edib Mədinəyə. Peyğəmbər s.ə.v, sahabələrin əksəriyyəti. Suheyb Rumi hicrət edir. Əvvəlkilər hicrət edəndə gecə vaxtı hicrət edir ki, müşriklər görməsinlər onları. Tutub öldürməsinlər. Hətta Rasulullah sallallahu aleyhi ve sellem Əbu Bakır radiyallahu anh bir yerdə gecə vaxtı hicrət edir. Bu sahabə isə gündüz vaxtı hicrət edir. Cəsarətə baxın. Və müşriklərə deyir ki, mən gedirəm sevdiyim insanın yanına. Nəsə eləyə bilirsinizsə eləyin. Cəsarətə baxın. Yolda baxır ki, arxasınca bir 40 nəfər adam gəlir, atlı. Tapşırıblar bunlara ki, gedin onu tutun, səhrada öldürün. Dayanır, çeynir onlara tərəf. Ox qabını çıxardır, qoyur yanına. Qılıncını da çıxardır. Yayı da hazır dayanıb. Onlar da bilir bu nə cür vuruşur. Nə cür cəsarətlidir. Ona çatanda dayanırlar. Uzaqdan onlara səslənir, deyir ki, siz bilirsiniz ki, mən son nəfəsimə qədər vuruşacam, təslim olmayacam. Və sizdən ən azı bir 10-15 nəfər öldürəcəm. Yazıqsınız. Canınıza yazığınız gəlsin. Qayıdın geri, mənim evimdə orada nə qədər dünya malı qalıb. 2 dənə də cariyə sizə verirəm. Bunlar da razılaşır, qayıdıb çıxıb gedir. Bu hələ səhradadır. Fikir verin. Dinini nə dünyaya satdı, nə də başqa bir şeyə. Hələ səhradadır. Allah subhanət hələ ayə nazil edir Muhammed s.ə.və. وَمِنَ النَّاسِ مَنْ يَشْرِي نَفْسَهُ بِتِغَى مَرْضَاتِ اللّٰهِ. İnsanlar arasında elələr var ki, Allahın rızasını qazanmaq üçün canını da fəda edər. Malını da. Hər şeyindən kesir ki, Allahın rızasını qazansın. Və həmin ayəni oxuyanda, hər dəfə o ayəni oxuyanda o sahabəyə da düşür. Ona görə nazil olub. Hanı belə müsəlmanlar indi? İndi belə müsəlmanlar olsa, Allah necə onlara 30 min idi sayıları, 30 min. Çin sərhədindən Avropa sərhədinə qədər Afrikada daxil olmaqla xilafət qurdular. Quranda da Allah Taala onlara vəd verir, deyir ki, mən sizi yeryüzünün xəlifələri edəcəm. Vədini də yerinə yetirir. Sizi deyəndə onlar qəsd edilir. İndikilər yox. İndikilər onlar kimi olsa, onda onları da Allah Taala yeryüzünün xəlifələri edər. Bu, o deməkdir ki, kim dünya malı dalınca qaçacaqsa, onun üçün çox qorxuludur. Səhər mömindir, ola bilər, bir yerdə cəmaatla sübh namazında məsciddə olub. Axşam kafir ola bilər. Vallahi ola bilər. Bir 10-15 il bundan əvvəl baş vermiş hadisəni dəfələrlə danışmışam, bir daha xatırladıram. Adam məscidə gələn, məscid əhlindən olan birisi idi. Ölüm yatağına düşür. Bir neçə qardaş gedir onu ziyarət eləməyə. O da can verir. Qardaşları görən kimi deyir ki, yaxşı gəlmişsiniz, gəlin. Mənə Quran gətirin. Tez bir dənə Quran evdən götürüb, gətirib verirlər. Əlini qoyur kitabın üstünə, deyir, görürsünüz bu kitabı. Boş şeydir, buna inanmayın. Və vəfat edir. Kim zəmanət verə bilər ki, onun axırı belə pis olmaz? Kimsə zəmanət verə bilər? Və kim yəqinliklə deyə bilər ki, onun axırı yaxşı ola bilər? Heç kəs. Amma Allah s.ə.v. Quranda xəbərdar edir axı. Kim şübhə ilə Allaha ibadət edirsə, onun axırı yaxşı olmayacaq. Xasirət dünya və l-axirə deyir. Dünyası da gedəcək əlindən, axirəti də. Amma kim Allahdan layiqincə qorxursa, ya eyyuhəl-ləzīnə əmənuttəqullah həqqə tuqatihi, layiqincə qorxursa, axırı nə olacaq? Və lə təmutunne illə və antum muslimun. Axırı müsəlman kimi bu dünyadan köçəcək. Fərqi budur. Kim Allah'a yəqinliklə ibadət edirsə, onun axırı yaxşı olacaq.
əks halda pis olacaq. Onu açıqlayan bir hədis, Peyğəmbər sallallahu aleyhi ve sellem deyir ki, kimin bu həyatda məqsədi ancaq axirəti qazanmaqdırsa, bu adam 24 saat fikirləşir. Dünya malı qazanıram, nə üçün? Ailəmi dolandırım, valideynlərimə yaxşılıq edim, dostlarıma əl tutum, qonum-qonşuya xeyirxahlıq edim, nə bilim, qohum-əqrəbaya yaxşılıq edim. Fikrin, zikri ancaq nədir? Axirəti qazanmaq. O işə ki gedən vaxtı var, səhər 9-da işə gedir, axşam 7-yə kimi, məsələn üçün, 10 saat. O 10 saat Allah ona savaba yazır. Axirəti üçün olur o. Yox, əgər adam 10 saat fikirləşir ki, pul qazanım, işdən çıxan kimi qaçım, barda yaxşı bir əylənim. 10 saatı getdi həyatından, boşuna. Heç bir fayda yoxdur. Müsəlman olsa ya belə, heç bir faydası yoxdur ona. Ömrü gedir. Yəni, siz təsəvvür edin, adamlar saatlarla bihudə işlərlə məşğul olur. Heç axirət yadına düşmür. Xüsusilə də bugünkü günün fitnəsi. Bütün günü əllərindən düşmür insanların. Bütün günü ancaq boş-boş ömür gedir, boş-boş şeylərə baxmağa. Bəziləri də pis-pis şeylərə baxmağa günah qazanır. Peyğəmbər sallallahu aleyhi ve sellem hədisdə deyir ki, kimin məqsədi ancaq axirəti qazanmaqdırsa, yəni 24 saat ancaq axirəti qazanmağa fikirləşirsə, Allah subhanət hələ onun qəlbini zəngin edir. Qəlbi hər şeydən razı qalır. Az tapsa, az yiyəcək, razı qalacaq, çox olanda çox yiyəcək, şükür eləyəcək. Balaca bir evdə yaşayır, yenə şükür edir, geniş ev nəsib edəndə yenə şükür edir. Heç vaxt gileylənmir. Qəlb həmişə razıdır. Beləsini Peyğəmbər sallallahu əleyhi və səlləm hədisdə deyir ki, Allah Subhanahu taala işlərini yoluna qoyur. İşləri rahat gedir. O nə deməkdir? Bax, beləsinin həyatda hər hansı bir sıxıntısı olanda da ona rahat gəlir o sıxıntı. Ona görə qəlbi ağrımır. Və nəhayət ağlına gəlmədiyi yerdən Allah ona ruzu verir. Axirət üçün yaşayan insan belə yaşayır. Həmişə görürsən ki, razıdır, işlərini qaydasında, ruzusu da həmişə ona gəlir. Az, çox, Allah özü müəyyən edir onu. Amma kim ki o şübhə ilə ki, ibadət edir Allah'a, onun haqqında Peyğəmbər sallallahu əleyhi və səlləm hədisdə deyir ki, onun kasıblığını Allah Taala iki gözü arasına qoyur. Adam təsəvvür edir, iki gözü arasında kasıblıq, bu nə deməkdir bilirsiniz? Acgöz, tamahkar insanlar olur ha. Olsun, 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 olsun. Bax, elə bir insan çevrilir. Nə qədər pulu olsa da ya, o bir hədisdə Peyğəmbər sallallahu əleyhi və səlləm deyir ki, dünya dolusu qızılı olsa deyər, yenə olsun. Yenə olsa deyər, yenə olsun. Yəni o istək dayanan deyil. Başqa bir hədisdə də Peyğəmbər sallallahu əleyhi və səlləm deyir ki, insanın bütün əzaları qocalır. Bir dənə o istəkdən başqa, o heç vaxt qocalmır. Həmişə cavan qalır. Olsun, olsun, olsun. Onun gözü nə vaxt doyacaq? Hədisin sonunda deyir ki, torpaq gözünə töküləndə. Yəni qəbrə qoyulanda. Qəbrə qoyulanda başa düşəcək ki, mən ömrü boyu nə etmişəm? Yəni yığ. İndi yığdıqlarım kiməsə qalır, mən çıxıb gedirəm. Həqiqi mənada kiməsə qalır, ha? Ən yaxşı halda övlada qalır, əgər o biri, onun rəqibləri ondan qalan hər şeyi əlindən almasa. Çox vaxt alırlar. Ən yaxşı halda övlada qalır. Övlad da əgər onun tayıdırsa, pul, o pulları bihudə işlərə sərf edəcəksə, ataya heç nə satan deyil. O yığdıqlarının o vaxt xeyri olar ki, məsələn, Abdurrahman ibn Avf kimi, radiyallahu anh, nə qədər həyatı boyu xərcləyib, Allah yolunda, sonra da ömrünün axırında nə qədər miras qalıb, 40-dan çox övlad hamısını o mirasdan paylayır, o övladlar da o mirasdan Allah yolunda xərclədiksə, yaxşı işlərə, ataya savab gedir. Bu başqa məsələ. Bu niyyətlə yığsan, başqa məsələ. Allah subhanət hələ ona dəyər verəcək. Necə ki, hamımız oxuyursunuz da Kəhf surəsinin hər cümə. Kəhf surəsinin hər cümə oxuyursunuz. Kəhf surəsində nə deyir?
وَأَمَّا الْجِدَارُ فَكَانَ لِغُلَامَيْنِ يَتِيمَيْنِ فِي الْمَدِينَةِ وَكَانَ تَحْتَهُ كَنْزٌ لَهُمَا. O divar ki olur, divarın altında qızıl küpü olur. O qızıl onlar üçün kim yığıb o 2 dənə yetim üçün? Atası necə insan idi? وَكَانَ أَبُوهُمَا صَالِحًا فَأَرَادَ رَبُّكَ أَنْ يَبْلُغَ أَشُدَّهُمَا وَيَسْتَخْرِجَ كَنْزَهُمَا رَحْمَةً مِنْ رَبِّكَ. Rəbbin istəyir ki, onlar böyüsün, buluğa çatsın. O küpü tapıb qızılı istifadə eləsin. Allah onu qoruyur, çünki ataları əməli salih insan idi. Axirət üçün çalışan insan. Belələrini Allah Subhanahu taala həm bu dünyasını verir, həm axirətini. Deməli, Peyğəmbər sallallahu aleyhi ve sellem deyir ki, elə bir zaman gələcək və indiki zamandır. Dində sabit qalmaq, səbr etmək, yanar közü əldə saxlamaq kimi çətin olacaq. Odun içindən bir köz götürün, qoyun əlinizin içinə. Yəni, qoya bilərsiniz. Qoymaq bir tərəfə. Qoyandan sonra onu bir neçə dəqiqə saxlaya bilərsiniz belə. O, bütün yandırıb yaxar adamı. Çox çətindir. İndi müqayisə edin. Bu dində nə qədər səbr edirsən, nə qədər hər tərəfdən sənə təzyiqlər gəlir, onlara səbr edirsən, həmişə fikirləş ki, həmin o yanar közü əlində saxladığın kimi bu çox çətindir. Yəni, bu fitnədir. Yeri gəlmişkən, deyim sizə, yəni buna bütün qardaş bacılarımız da bilsin, bu dərsə sonradan təkrar qulaq asanlar da bilsin. Mənim düşdüyüm ən böyük fitnələrdən biri 11 il səbr elədiyim, fikirləşirdim ki, əlhəmdülillah, yəni ki, qardaşlarımız da yaddan çıxardar, belə böhtanlara, boş-boş şeylərə inanmaz. Lakin görürdüm ki, xeyri yoxdur. Fitnə elə bir şeydir ki, insanı caynağına keçirilir. Yadınıza gəlirsə, 11 il bundan əvvəl bir səs yazısı paylaşıldı. Özdə elə-belə yerlərdə yox, Musavat, nə bilim, dini qurumlar, dövlət saytları və s. Səsdə nə idi? O səsdə mən deyirəm ki, Suriyada gedən cihad kənardakılar üçün müstəhəbdir, fardu kifayə. Bu da fardu kifayə nə deməkdir? Yəni, gedə bilər oradan. Sonra orasını kəsirlər, oradan sonra dediklərimi kəsirlər, montaj edirlər o fitnə əhli. Dalını qoyur ki, özün getmirsən, gedənlərə mane olma, onlara dil uzatma. Birləşdirirlər bunu, buraxırlar efirə, sosial şəbəkələrə ki, güya mən cəmaatı ora göndərməyə təşviq edirəm. Bu fitnədir. Buna səbr eləmək çox çətindir, bilirsiniz. Yəni, burada həbs olunmaq ehtimalı, sonra başqa ehtimallar. Buna səbr eləmək çətindir, amma mən əqidəmdən arxayınamsa, o vaxta qədər 14 il ərzində yazdığım kitablarda, 2000-dən çox verdiyim xütbələrdə əgər heç birində belə bir əqidəni ortalığa qoymamışamsa, fətva verməmişəmsə, arxayın həyatımı davam edirəm. Ancaq yenə də sıxıntıdır insan üçün səbr eləmək. Allah qoruyur, düzdür. Amma təsəvvür edin, hər tərəfdən təzyiqlər gəlir sənə ki, bu sözü sən demisən, yoxsa yox. Lakin, əlhəmdülillah, obyektiv insanlar da var ki, hansı ki, o səs yazısının tam variantına qulaq asandan sonra artıq mənim nə demək istədiyimi o vaxt elə bilirdilər. 11 il keçəndən sonra üstündən, 11 il keçəndən sonra artıq fikirləşirdim ki, tamam unudulub bu məsələ. Lakin bu yaxınlarda yenə bu fitnə meydana gələndə, yenə o səs yazısını yayanda artıq o səbir çatdı. Bizdə deyirik, kasa doldu. Orijinal o səs yazısını tapıb tam şəkildə internetə yerləşdirdik. 4 dəqiqəlik səs yazısı. Hamı bilsin ki, o səs yazısında biz fardu kifayə deyəndə ardınca da qeyd eləmişəm ki, ora rəhbərliyin icazəsi olmadan, ata-ananın halallığı olmadan getmək
qadağandır. Bunu açıq aydın o səs yazısında bəyan eləmişəm. Və misallar da çəkmişəm. Orada misal da çəkmişəm. Ata-ananın icazəsinə dair dəlil Məkkədən Mədinəyə bir sahabə hicrət edir. Hicrət. Gəlir deyir, ya Rasulullah, gəlmişəm səninlə bərabər, Allah yolunda cihad edim. Amma gələndə anam ağlayırdı. İstəmirdi gedim. Deyir ki, qayıt ananın yanına, cənnət onun ayağının altındadır. Necə ağlatmışsan, elə də güldür. Cihada getməyə ehtiyac yoxdur. Demək, cihad fardu kifayədir. Anaya itaət etmək isə fardu ayndir. Onun yanına qayıtmalısan. Bu dəlildir. Orada bunu açıqlamışıq biz. İkincisinə dəlil Hüdeybiyyə sülhü. Sülh bağlayırlar. Burada rəhbər kimdir? Muhammed sallallahu aleyhi ve sellem. O tərəfdən icazəsiz birisi gəlir qoşulmağa onlara Əbul Basır adlı. Peyğəmbər sallallahu aleyhi ve sellem onu qaytarır geri. İcazə. Ona görə bir şeyi eləyəndə fikirləşmək lazımdır ki, gələcəkdə bunun üstü açılsa peşman olacaqsan axı. Lap tutaq ki, heç üstü açılmadı. Heç kəs xəbər tutmadı ki, sən kəsib doğramısan, haqqa batil donu geyindirmirsən. Eybi yox. Bu dünyada heç kəs bunu bilmədi. Bu qəbir var, axirət var. Peyğəmbər sallallahu aleyhi ve sellem Səhih Buxaridə hədisdə deyir ki, kim bir yalan desə və bu hamıya doğru kimi yayılsa, hamı onu doğru kimi qəbul olsa o yalanı, o yalana görə qəbirdə, qiyamətə qədər o adamın ağzı cırılacaq. Bu məsuliyyəti dərk eləmək lazımdır. Bu fitnələrdən, deməli, Peyğəmbər sallallahu aleyhi ve sellem o deyir ki, qiyamətə yaxın o fitnələr olacaq, səbr eləmək. Bu fitnələrdən ən böyüyü 3 fitnədir. İkisi bir hədisdə gəlir, biri o biri hədisdə gəlir. Bir, elm əhlinin insanları haqq yoldan azdırması fitnəsidir. Ən böyük fitnələrdəndir. Ona görə biz nə qədər elmimiz çox olsa da fikirləşməliyik ki, azdır. Allah istəsə biz bu elmi faydalı öyrənib, faydalı öyrədəcəyik. Ona görə Peyğəmbər sallallahu aleyhi ve sellem bizə yol öyrədib. Gecə namazını qalxırsan, gecə namazını qılmağa. Namaza başlayanda açılış duası var. Adi namazlardakı açılış duasından fərqlidir. Allahümme Rabbe Cibrailə və Mikaillə və İsrafil. Bilirsiniz bu duanı? Fatırə səmavat, alimil qayb və şəhədə. Əntə təhkumu beynə ibadikə fîmə kənu fîhi yaxtəlifun. İhdini liməxtülifə fîhi minəl haqqı biidnik. İnnəkə təhdi mən təşəu ilə sıratı müstəqim. İstənilən ixtilaflı məsələdə məni doğru yola yönəld. Doğru yola yönəldən sənsən. Bunu hər gecə yalvarmaq lazımdır. Allahdan ki, səhəri gün doğru yolda olasan, doğru qərar verəsən. Haqq yoldan azmayasan. Və bir də dualar, nə qədər dualar var. O dualarla Allaha yalvarmaq lazımdır ki, haqqı haqq olaraq sənə göstərsin, haqq yola yönəlsin. Batili batil olaraq göstərsin, sənə batildən uzaq eləsin. Yox, əgər Allaha yox, özünə arxain olub, öyrəndiyin bir damcı elmə arxain olub, qərar verməyə çalışsan, şeytan səni gec-tez yoldan çıxaracaq. İkinci fitnə, Peyğəmbər sallallahu aleyhi ve sellem dünya malını qeyd edir ki, dünya malı çoxaldıqca, onun qarşısında çox az adam səbr edə bilir, tab gətirə bilir. Köhnələrdən varsa bu məclisdə, 90-cı illərdən, 95-96, o illərdən İslama gələnlər varsa, onlar yaxşı bilər. Mən məsələn, əlhəmdülillah, SSR-i dağılan kimi, Azərbaycan müstəqilliyi əldə edən kimi bu yola gəlmişik. 91-ci ildə. Deməli, o vaxtlar çox tək-tük adamda maşın olardı, tək-tük adam zəngin olardı. Amma sonra, əlhəmdülillah, Azərbaycandakılar getdikcə əksəriyyət zənginləşdi. Çoxsunun maşını, miniyi müqayisə eləməyə başladım. Kasıb olduğumuz vaxtlarda hər həftə o qardaşlar demək olar ki, görüşürdü. Bir yerdə yığışırdı, söhbət edirdi, hal-əhval tuturdu. Kim xəstələnəndə bilirdilər ki, filan kəs xəstələnib, onu ziyarət edirdilər. Vəfat edib cənazəsində iştirak edirdilər. Üstündən illər keçdi, telefon da var ha. Allah Taala elə bir asanlaşdırıb əlaqə saxlamağı. Əlaqə saxlamır adam.
Günlərin bir günü soruşur ki, filan kəs var, necədir o? Deyirsən ki, qardaş, 2 il bundan əvvəl vəfat edib. Haradasan sən? Deyir, subhanallah, xəbərim yoxdur. Xəbərin olmaz da. Qardaş qardaşdan əlaqə saxlamalıdır ki, xəbəri olsun. Bilsin ki, qardaşın başına nə iş gəlir. Və qardaş qardaşdan xəbər tutandan sonra bütün digər qardaşlara da xəbər göndərməlidir ki, filan kəs xəstədir, filan kəs vəfat elədi, filan kəs. Bu, qardaşlıq belə olur da. Yoxsa sən deyirsən ki, filan kəs xəstədir, o biri səndən soruşur ki, hansı cəmaatdandır? Kimə qulaq asır? Filan kəs vəfat edib, gedək cənazəsinə. Kimin yanındaydı o? Kimə qulaq asırdı? Hansı cəmaat? Bu, əvvəl elə şey yox idi. 91, 92, 93, 95, 2000, 10 il. Belə şey yox idi. Bu salam verməmək bidətini kim gətirdiysə Azərbaycana? Qiyamət günü o cavab verəcək. Çünki Peyğəmbər sallallahu aleyhi ve sellem deyir ki, kim bir pis vərdiş, sünnə, nə bilim, əməl cəmaata öyrədərsə, onun günahı və ona baxıb onu edənlərin günahının hamısını ona yazılır. Necə yəni, qardaşımdır, Hənəfidir, Şafiidir, Maturididir, Əşşəri, dəxli nədir? Müsəlmandır. Cənazəsində gedib iştirak edirsən. Qayda var. Bidət əhlindən salam kəsmək qaydası. Bütün müsəlman alimləri ittifaq edib bunda. Var o qayda. Amma o qaydanın şərtləri var. Bidət əhlinin bidətçi, fitnəkar, fəsad törədən olduğunu alimlər qərar verməlidir. Bir, o qərar verildikdən sonra da məsləhətdirsə, ondan salım kəsilməlidir. Məsələn üçün, sən 10 nəfərsən, haqq yolda özü hesab edirsən ki, əhl-i sünnə vəl cəmaədanım. 10.000 nəfər isə həmin yaşadığın yerdə hansısa bir məzhəbdən, təriqətdən xoşuna gəlməyən bir təriqətdən. Sən deyirsən ki, mən bunları hicr edirəm. Bunlardan salamı kəsirəm. Bu məsləhətdir. Peyğəmbər sallallahu aleyhi ve sellem belə eləyib. Peyğəmbər sallallahu aleyhi ve sellem Məkkədə cəmi 73 nəfər olanda özünü necə aparıbsa, elə aparmalısan özünü. Və bir də əgər mən bugün səndən xoşum gəlmir, deyirəm ki, bu bidətçidir, ona salam vermə. Sabah sən də deyəcəksən ki, mənə xoşum gəlmir, mənə salam vermə. Beləliklə də kim kimdən xoşu gəlmir, deyəcək ona salam verməsin. Halbuki bu şəriətdə belə qayda qanun yoxdur. Qayda qanun belə deyil. Şəriətdə qayda qanun var, şərtlər var, o şərtlərə əməl edən alimlər var. Bu fitnəni də Peyğəmbər sallallahu aleyhi ve sellem əvvəlcədən xəbərdar edir. Əvvəlcədən xəbərdar edir ki, bu fitnənin başında əsasən dünya malı durur. Bayaq dediyim kimi, 90-cı illərdə dünya malı az idi, müsəlmanlar mehriban idi. Çoxaldı, o çoxluqla bərabər özü ilə fitnə fəsadı da, şəri də gətirdi. Deməli, ikinci fitnə qadın fitnəsidir. Yəni, müsəlman öz ailəsinə bağlı olmayanda, öz ailəsi ola, gözü orada, burada olanda, artıq Peyğəmbər s.ə.v-in həmən o dediyi, o qorxduğu fitnə o müsəlmanın başına gəlir. Rasulullah s.ə.v əvvəlcədən xəbər verib, deyir, elə bir vaxt gələcək ki, qiyamətə yaxın, elm azalacaq, cahillik artacaq və zinakarlıq hər yeri yayılacaq. Kişilərin sayı o qədər azalacaq ki, bir kişiyə 50 qadın düşəcək. Müharibələrdə kişilər ölür hamısı. Yerdə qalan qadınlar nə etməlidir? Bu fitnə dövrüdür. Bundan qorunmaq üçün kişi gərək ailəsinin qədrini bilsin, ailəsinə bağlı olsun. Niyə? Çünki o yaşadığı yerin hər tərəfində əyri yolda olan insanlar var. Bu da hər gün evindən çıxır, işə gedir, qayıdır. İşdə hətta ola bilər ki, iş yerindəkilərlə təmasda olsun. İctimai miniyə, avtobus, metro və s. minəndə gözü görsün və s. Bütün bunlardan qorunmaq üçün o qədər
səbr eləmək lazımdır. Bayaq o dediyim, əlində odu o közü saxladığın kimi. Çox çətindir. Mənim yadımdadır, Mədinədə oxuyanda bir alim, böyük alimlərdən biri yanında oturmuşam. Deyirəm ki, mən istəyirəm buranı bitirəndən sonra bakalavra davam edim. Magistratura, doktorantura, şans da var, yəni yol açırlar mənim üçün. Gedim, getməyim. Dedi ki, get öz xalqına haqqı çatdır. Öyrəndiklərini öyrət. Burada deyir, özün görürsən ki, hər şey çox asandır. Səbr eləmək dində burada sizin ölkədə olduğundan qat-qat asandır. Qadınlar hamısı qapalıdır. Sən o fitnəyə düşmürsən. Amma orada gedəndə sənin səbrin, daha çox səbr eləməli olacaqsan və orada daha çox savab qazanacaqsan. Həqiqətən də belədir. Burada kim ki səbr edir, qoruyur özünü o yoldan. Allah Subhanahu ona çoxlu savab yazır. Və diqqət edin, bəzən şeytan insana elə vəsvəsə verir ki, fikirləşir ki, zina eləmək haramdır, düzdür, eləmirəm. Elə bilir ki, Peyğəmbər salsan bu hədisdən çox elə bunu qəsd edir. Ki, zina eləmək və bundan özümü qorudumsa qutardı. Şeytan o biri yoldan yaxınlaşır. Halal yoldan. Deyir ki, ikincisini al, üçüncüsünü al, amma şəhvətin üçün al. O ikincisindən, üçüncüsündən övlad lazım deyil sənə, nə inirsən? Nə vaxt xoşuna gəlməsə, onları boşayıb təzdən ikincisini, üçüncüsünü yenə alarsan. Birincini amma saxla. Bu həqiqi sənin həyat yoldaşındır. Bundan övladlarım var. Qohum-əqrabanın yanına gedəndə ancaq onları apar. Cəmaat arasına çıxanda onları apar denən ki, bu mənim həyat yoldaşımdır. O bir ikinci, üçüncü isə formal bir kəbində həyat yoldaşı olsun. Şəhvətin üçün. Var belələri yoxsa yox, qardaşlar? Var özdə nə qədər? O qadınlar, o bacılar ki, mənə müraciət edir sualla, gileylənə ki, boyunu yerə soxun bu qardaşların, mən onların əvəzinə xəcalət çəkirəm. Elə bir ki, mənə müraciət edir, mənə deyirlər, mən təhqir olunuram. Niyə o qardaşlarımız bu cürünə təhqir olunmalıdır? Bəlkə də təhqir olunmağa layiqdirlər. Çünki qadınları oyuncağa çeviriblər. Dini oyuncağa çeviriblər. Sahabələr ikincisini alanda onların məqsədi nə idi? Ümmətin sayını artırmaq. Üçüncü, dördüncü, məsələn, Əli bin Əbi Talib Fatimə radiyallahu anh vəfat eləyəndən sonra yenə evlənir. Vəfat eləyəndə, səhv eləmirəmsə, 45 övladı onlara vəsiyyət eləyir, dünyadan köçür. 45 övlad nə deməkdir? Subhanallah. Nə Allah üçündürsə, Allah ona bərəkət verir. İndikinə baxırsan, məsələn, 2-3 zövcə var. Birindən övlad var, o birilərindən yoxdur. Niyə? Məsələn, şəriətlə gedirsən, yoxsa şəhvət və qulusan. Bax, Peyğəmbər sallallahu bunu qəsd edirdi. Ki, bundan qorxurdu ki, insan o axirətə bağlı olmayanda, Allahdan qorxmayanda, şeytan onu məcbur edir ki, şəhvətinin qulu olsun. Pulun, paranın, dünya malının qulu olsun. Və s. Rasulullah sallallahu aleyhi və səlləm bütün bunlardan qorunmağın yolunu bizə öyrədib. Bax, insanları yoldan azdırmamaq, dünya malına və qadına qul olmamağın yolu. Bir dənə yolu var. 24 saat savab iş görmək, savab qazanmaq. 24 saat. Və 24 saat pak qalmaq üçün Allahdan bağışlanma diləmək. Bunu necə eləyək? Mən, əlhəmdülillah, bir kitab hazırlamışam. Artıq 3 dildə hazırdır. Türkiyədə, türk dilində, Azərbaycan dilində, rus dilində. Kitabın adı belədir. Müsəlmanın bir günü. Bəlkə də eşitmişsiniz, əvvəlki dərslərdə mən bunu vurğulamışam xüsusilə. Bu kitabda adı belədir, müsəlmanın bir günü. Amma müqəddimədə qeyd eləmişəm ki, Peyğəmbər s.ə.v-in bir günüdür bu.
hər gün Peyğəmbər s.ə.v nə eləyibsə, əgər biz onu eləsək, onun kimi olacaq. Yəni 24 saat savab qazanacaq və 24 saat pak. İstənilən an əcəlimiz yetişəndə biz bu dünyadan pak gedəcəyik Allahın huzuruna. Və 24 saat bu əməlləri edəndə artıq sənin ağlıva gəlmir ki, dünya malına görə kimisə aldadasan, kimdənsə 100.000 alasan, qaytarmayasan, kiminsə qadınına pis gözlə baxasan, kimisə nəfsivə görə xoşumu gəlmir, bidətçidir, onu siləsən qardaşlıqdan. Artıq Allah qorxusu gələcək sənə. Sən əksinə çalışacaqsan ki, hamı ilə mehriban olasan. Qadınlarımızı qoruyaq. Dünya malı gələndə buna ehtiyacı olanlara da verək. Və s. Olacaqsan əsl müsəlman. O kitabı oxusaz görəcəksiniz ki, Peyğəmbər sallallahu aleyhi ve sellem səhər gözünü açandan gözünü yumana qədər Allahdan bağışlanma diləyib. Günahı olmayan adam, məsum adam səhər gözünü açandan axşam gözünü yumana qədər Allahdan bağışlanma diləyib. Qısa şəkildə deyim, biləsiniz. Sonra gedib kitabı tam özünüz oxuyarsınız. Orada onun necə yemək yiyib, necə hər tərəfli orada açıqlama vermişəm. Səhər yuxudan oyanan kimi dua var. Əvvəlini mən deyirəm, dalını görə kim deyəcək? La ilahe illallah vahdahu la şərik la vel mulku la hamdu və huve ala kulli şeyin qadir. Subhanallah. Elhamdülillah. La ilahe illallah. Allah akbar. Maşallah hamımız bilirsiniz. La havle və la quvvete illa billahi. Rabbi iğfirli. Ey Rəbbim, məni bağışla. Gözünü açan kimi. Ayaq yolundan çıxanda nə deyirlər? Nə deyirlər? Əhsən,ğufranəkə. Dəstəmazdan sonra 3 dənə zikr var, onlardan biri Subhanəkallahumma və bihəmdik. Əhsən, əstəğfiruka və tubu ileyk. Əstəğfiruka və tubu ileyk. Fikir verin. Namazı bitirdi, 3 dəfə əstəğfirullah. Ən gözəl əməli eləmirsən, Allahdan bağışlama deyirsən. Namaz qutardı, zikirləri qutardın, səhər zikirləri. Seyyidül istiğfar, yəni o Allahdan bağışlanma dilənən zikirlərin ən möhtəşəmi. Allahumma ente Rabbi, la ilahe illa ent, xalaqtəni və ana abduka və ana əhsən. Bunu da bilirsiniz. Bu duanı kim eləsə, axşama kimi vəfat eləsə cənnətə girir. Axşam eləsə, səhərə kimi vəfat eləsə cənnətə girir. Səhih hədisdir. Sonra gün ərzində Peyğəmbər sallallahu aleyhi ve sellem məsələn, evindən bayıra çıxır, miniyə minir. Minik duası var. Bilirsiniz? Bismillah, elhamdülillah, subhanallah, səxara. Axırda Allahdan bağışlama diləyirsən. Duha namazını qılırsan, duha namazından sonra unudulmuş sünnə var. 100 dəfə Rabbi xfirli və tub aleyyə innəkə entət təvvabir rahim. Peyğəmbər sallallahu aleyhi ve sellem bir hədisdə deyir ki, gündə 100 dəfə Allahdan bağışlanma diləyirəm. Tövbə edirəm Allaha. Peyğəmbər sallallahu aleyhi ve sellem gündə 100 dəfə əstəğfirullah və atubu ileyh deyirdi. Beləcə bütün gün ərzində Allahdan bağışlama diləyir və nəhayət gəlib yerinə uzanır. O zikirləri eləyəndə, o zikirlər arasında 2 möhtəşəm ayə var. Bəqərə surəsinin 2 son ayəsi. Bilirsiniz bunu? Əhsən. Birinci ayədə Səmi'nə və ata'nəğufranəkə Rabbənə və ileykəl masir. İkinci ayədə va'fu annə vəğfir lənə vərhamnə. 24 saat sən pak qalırsan. Günahların bağışlanır və Rəbbinin huzuruna da pak gedirsən, qardaşlar. Və Peyğəmbər sallallahu necə yaşayırdısa, Allah ona elə sonluq nəsib edir. Səhih Buxaridə hədisdə rəvayət edilir ki, Ayşə radiyallahu anh deyir ki, son nəfəsində əlini mənim əllərimin arasından çəkdi, qaldırdı göyə və başladı təkrar deməyə Allahumma əğfirli, vərhamni, və əlhiqni bir rafiqil ələ. Əlləri yanına düşdü, vəfat elədi. Allahım məni bağışla, mənə rəhm et və məni uca dostlara qovuşdur. Allahdan istəyən budur ki, Allah subhanədə bizim hamımıza son nəfəsimizdə bax belə dua eləyib, bu cür gözəl şəkildə dünyadan köçməyi bizə nəsib eləsin. Amin, amin qardaş. İkinci, daha doğrusu bu birinci qismi idi, 3 dənəsi Peyğəmbər sallallahu hədisində gəlir. İkinci qism fitnələrdən bidətlərin yayılmasıdır. Diqqət edin, Peyğəmbər sallallahu aleyhi və səlləm səhabələrinə istənilən əmri və ya qadağanı bir dəfə deyirdi. Bir dəfə. Namaz qılın, tutardı. Sonra bir də
hansısa sahabəyə deməzdi ki, niyə namazı qılmırsan, niyə namaza gəlmirsən, niyə namazı buraxmırsan. Belə şey olmayıb. Sahabələr hamısı birinci gündən son nəfəsinə qədər namazını vaxtında qılıb. O indiki nəsildir. Namazları birləşdirir, neçəsini qoyur, sonra qılaram. Bəziləri var ki, deyir ki, indi cavanlığımı kef eləyim, qocalanda hamısının qəzasını qılaram. Məscidə girirsən, görürsən, bu 40 rükət namaz qılır. 4. Sonra gözləyirsən ki, qutarsın, soruşasan ki, bu nə olan şeydir? Nə namazdır bu qılırsan? Deyir ki, mən cavanlıqda qılmadıqlarımın qəzasıdır. Təxmini hesablamışam, onları qılıram. Belə şey olar. Belə dinlə istehza olar. Peyğəmbər sallallahu aleyhi və səlləm qadağan edir içkini. Qadağan edən kimi sahabələr gedir, nə qədər evdə içki var kimdə? Boşaldır onu küçələrə, zibilliklərə ki, qutardıq da. Ondan sonra da daha içmirlər. İndi diqqət edin. Bidəti Peyğəmbər sallallahu aleyhi və səlləm hər gün onların yadına salırdı. Hər gün, hər hansı bir nəsiyyət edəndə və yaxud cümələrdə xutbə verdikdə dua ilə başlayırdı. Xutbatul həcə deyilir buna. İstənilən nəsiyyətini bu dua ilə başlayırdı. İnnəl həmdəlillah nəhməduhu və nəstəinuhu və nəstəğfiruhu. Bu eşidirsiniz də bu duaları cümələrdə. Axırda nədir? İyyəkum və muhtəsətil umur. Və kullə muhtəsətin bidə və kullə bidətin dalalə və kullə dalələtin binnar. Hər gün onların yadına salırdı ki, dinə yenilik gətirməyin. Hər bir yenilik bidətdir, hər bir bidət zəlalət cəhənnəm aparır. Bidət eləməyən adamlara deyirdi ki, bidət eləməyin. Bu nə deməkdir? Bu, o qapını bir dəfəlik bağlamaqdır. Peyğəmbər s.ə.v bilirdi. Sahabələr bidət eləmir, düzdür. Amma onun vəfatından sonra başlanacaq. Xavariclər, qədərilər, ələvilər, cəhmilər, nə bilim nələr. Hər yerə yayılacaq. Bunu bilirdi. Əvvəlcədən xəbərdarlıq edir ki, bunun qarşısını alsın. Bax, bu hədisdə nə deyir? Cəhənnəmə aparır. İkinci hədis. Bidət edənə və bidətə dəvət edənə Allah lənət eləsin. Lənətə məruz qalır. Üçüncü hədis. Kim bidət edərsə, mən əhdətə fi əmrinə hədə mə leysə minhu fəhvə rad. Allah qəbul eləmir əməlləri. Bu üç. Dördüncü, ən qorxulusu, bayaq dedim axı. Bidəti gətirib, hamı mehriban idi. Bu gəldi, dedi ki, yox, mehribansılıq bizə yaraşmır. Ona salam vermə, buna salam vermə, ondan uzaq dur, bundan uzaq dur. Salam verməmək bidəti. 21-ci əsrin ən qorxulu bidətidir. Salam verməmək bidəti. Gəldi, yaydı. Nə baş verir? Allah Teala Quranda deyir ki, qoy onlar öz günahlarını və təşviq etdiyi, o günaha təşviq etdiyi insanların günahları ilə yüklənsinlər. Bu ayədir. Hədisdə də Peyğəmbər sallallahu aleyhi ve sellem deyir ki, kim pis bir sünnəni meydana gətirərsə, fikir ver, sünnə niyə gəlir ona deyir? Çünki davamlı bir işi görəndə ona sünnə deyilir. Yaxşı sünnə də olur, pis sünnə də. Pis sünnə həmin o bidətdir. Ona həm onun günahı, həm də qiyamətə qədər, təsəvvür edin, əgər bu məmləkətdə qiyamətə qədər insanlar bir-birlərinə salam verməsə, cürəbəcuradlar qoşub. O günah həmən adamlara gedəcək. Çünki ilk dəfə bunu onlar gətirib. 91-ci ildə belə şeylər yox idi. 2000-ci ilə qədər. Həmçinin Peyğəmbər sallallahu aleyhi ve sellem deyir ki, kim mənim yolumdan çıxsa məndən deyil. Bidətə aiddir bu. Məndən deyil nə deməkdir? Qiyamət günü müsəlmanlar, o namaz qılanlar, qolları, ayaqları, yüzü nur saçacaq. 73 firqə hamısı namaz qılıb, hamısında da o nur saçır. Hamısını Peyğəmbər s.ə.v çağıracaq hovuzun yanına. Orada da sərhəd var. O sərhəddə də mələklər dayanıb. Onlar yaxınlaşanda mələklər baxacaq, tanıyır axı mələklər kimdir. Bir qismini buraxacaq, qalanını qovacaq. Amma Peyğəmbər s.ə.v tanımır onları. Elə bilir, hamısı ümmətdir də, amma namaz qılandır.
Deyəcək ki, ey Rəbbim, onlar da mənim ümmətimdir. Cavab veriləcək ona ki, sən bilmirsən onlar dinə nə əlavələr edib. Fikir verin, dinə əlavə etdiyinə görə hovuzun yanına buraxmır. Yəni, məndən deyil, o mənadadır, məndən deyil, mənim yanımda olmayacaq. Nə qiyamətdə, məhşərdə, nə də cənnətdə. Qovacaqlar onları. Peyğəmbər sallallahu aleyhi ve sellem biləndə ki, onlar dinə əlavə edənlər də deyəcək ki, onları məndən uzaq edin, uzaq. Bu çox qorxuludur, qardaşlar. Bidətdən uzaq olmaq lazımdır. İndi sizə bir dənə böyük alimlərdən birinin, alimin adını çəkməyəcəm. Çünki o alimin adı gələndə hamının zannına qaşınma düşür. Sevmirlər bu alimi. Yox, qoy çəkim adını. O alimin adı Məkkədə, cümə namazında oturursan, görürsən ki, xutbədə canlı imam deyir ki, filan hədisi Abu Davud rəvayət edib və Şeyx Albani səhiyləşdirib. Adama ləzzət edir. Gör, 25 ildir adam dünyadan köçüb, adı minbərlərdən çəkilir. Kitabı açırsan, haşiyədə yazılıb, sahəhəhu, daafəhu, həssənəhu, Şeyx Albani rahiməhullah. İndi amma bəzilərinin zannına qaşınma düşür Albani adı eşidəndə. Nədənsə. Hətta bəzi sapıqlar onu kafir sayır. Bilirsiniz də? Allah qorusun. Şeyx Albani rahiməhullah görün nə gözəl söz deyir. Deyir ki, Tovhiddən danışırsan, cəmaata ki, tək Allaha ibadət eləmək lazımdır. Müşriklər sənə dil uzadır, sənə başlayır təzyiq göstərməyə. Şeyx Albani rahiməhullah Tovhiddən danışdığı üçün ona Suriyədə nə qədər o şirk əhli əziyyət verirdi. Axırda da oradan qovdular onu. Hətta 2 il həbsdə də yatdı. Tovhidə görə. Tovhidi yaydığına görə. Sünnədən danışırsan ki, hədislərə riayət etmək lazımdır. Peyğəmbər sallallahu aleyhi ve sellem yolunu getmək lazımdır. Bidət əhli sənə dil uzadır. Dəlil sübutla danışırsan. Deyirsən, ay cəmaat, ay qardaş, Quran, hədis, icma. Quran, hədis, icma, cümhur. Dəlillərə əsaslanırsan. Təəssübkeşlər, öz təriqətinin, məzəbinin təəssübkeşləri dil uzadır sənə ki, yox, dəlil lazım deyil. Təriqət nə deyir, məzəb nə deyir, o ilə gedəcək. Bəs onda Quran, hədis, icma nəyə lazımdır? Əgər sən təəssübkeşlik edəcəksənsə. Məruf işlərdə, yəni Allahın və Rasulunun sallallahu aleyhi ve sellem buyurduğu işlərdə, əmr sahiblərinə itaat edəndə xavariclər sənə dil uzadır. Onlar üçün fərqi yoxdur. Fərqi yoxdur. Əmr sahibinə itaat edirsənsə və salam, sən deməli tağutun tabiçiliyində olan kafirsən. Ən qəribəsi də bilirsiniz nədir? Şeyx Albani rahiməhullah həmişə haqqı deyirdi. Bəzən dediklərinə əsasən bir qrup onu kafir sayır, təkfir edir. Bəzən başqa dediyi sözlərə görə də bir qrup onu murciə sayır. Tam əks şeylər deyib bunlar. Bizdə də indi görürsən ki, danışırsan, haqqı deyirsən. Məsələn, Qarabağda 44 gün müharibə gedir, 10 dənə xütbə dalbadal buraxdım. Komment yerlərinə baxıram, döşüyüblər. Ey kafirsən, kafirsən, nə Qarabağ, nə tağut, nə... Elə ki, biraz yumuşaq nədənsə danışırsan, bu da Allahın və Peyğəmbərinin buyurduğu bir şeydir. Deyirlər ki, kafirsən. Hərdən sərt hansısa bir məsələdə o da Allahın və Rasulunun dediyini qoyursan ortalığa. Onda bu bir tərəf çıxır, deyir ki, bu təkfirsidir. Biz məyər onların nazı ilə oynamalıyıq ki, kim mənə nə deyəcək, o razı salım, yoxsa mən Allahı razı salmalıyam. Səndən Allah razı qalsın. İmam Şafii rahiməhullah deyir ki, sən insanları razı salmağa çalışma. Çünki hamısı səndən razı qalan deyil. Sən onların Rəbbini razı salmağa çalış. Onda Allah Subhanahu taala elə eləyəcək ki, insanlar da səndən razı qalacaq. Bir dənə möhtəşəm misalla buna açıqlama verəcəm.
İbn Teymiyyə rahimehullah. Gör neçə əsrlərdir. Dünyada nə qədər əhlüsünnə alimi var ha. Hamısı onun Şeyxül İslam olduğunu etiraf edir. Şeyxül İslam. Niyə? Çünki adam tövhidi, fiqhi, hədisləri, qrammatikanı, hər bir şeyi yüksək səviyyədə bilirdi. Məzhəbləri, təfsirləri və s. Şeyxül İslamdır. Həyatına baxanda görürsən ki, həyatında elə bir firqə, elə bir təriqət, elə bir məzhəb yoxdur ki, onun səhvini üzünə deməsin. Bu da nəyə gətirib çıxarırdı? Həmin adamlar buna artıq həyatda ədavət eləyir, gedir padşaha şikayət eləyir, yazırlar bütün günü, yazırlar onu həbs elətdirmək üçün və nail də olurlar. Həyatı boyu İbn Teymiyyanı 7 dəfə həbs elətdirirlər. 7-ci dəfə həbsxanada vəfat edir. Bundan nə aydın olur bizə? Bundan aydın olur ki, o yaşadığı yerdə nə qədər təriqət və s. var idisə, hamısı buna həyatda nifrət edir, düzdür? İndi adam vəfat edib. Özdə həbsxanada vəfat edib, qalada vəfat edib. Oradan götürürlər cənazəsini, elə orada da yuyub, kəfənləyib. Cənazəni götürürlər, oradan qəbirstanlığa aparırlar bunu dəfn eləməyə. Nə qədər o diyarda adam var, o yolun üstündə sağ-sol tərəfdə dayanıb, ona müşayiət eləyirlər cənazəsini. Ona rəhmət oxuyurlar. Ona dua eləyirlər. Qəbirstanlığa kimi. Cənazənin arxasınca gedirlər. 1 milyon adam cənazədə iştirak edir. O adamlar ki, sağlığında bunu tutturmaq istəyirdilər. Nə işi var bunun cənazəsində? Niyə dua eləyir ona, rəhmət oxuyur? Niyə Allah Taala onu ucaltdı, qəlblərə saldı onun məhəbbətini? Niyə? Çünki bu adam dini məsələlərdə bunlarla mübahisə eləsə də, onların müsəlman olduğuna dəyər verirdi. Kişi kimi onlarla əlaqə qururdu. Salam verirdi, salamını alırdı. Xəstələnirdi, kimsə xəstəliyə ziyarət edirdi. Cənazəsində gedirdi, iştirak edirdi. Soruşmurdu hansı cəmaatdandır, hansı təriqətdəndir. Həbsxanada gəlib ona deyirlər ki, səni tutturanlardan biri gəbərdi, öldü, getdi, sevin, muştuluğumu ver. O gələn adam bunu muştuluqlamağa gəlib, bu isə qəzəblənir, deyir ki, utanmırsan sən. Müsəlmanın ölümünə sevinərlər heç. Hə? Nə olsun filan təriqətdəndir? Ayıb deyil sənə. Və həbsxanadan çıxandan sonra gedir onun ailəsinə, baş çəkir, maddi yardım göstərir və deyir ki, bundan sonra nə ehtiyacınız olsa mənə deyin. Və kişi belə olur. Misirdə onu tuturlar. 8 ay həbsə salırlar. Başqa bir təriqət. Batil təriqət. Sultan Nasır gəlir, o təriqətin nümayəndələrini, o valini hamısını tutur. İbn Teymiyyanı zindandan çıxarır, çağırır, hüzuruna deyir ki, bax, sənin haqqındır. Deyib, bunlara da 8 aylıq həbsə ataq. Sənin çəkdiyin əziyyəti onlar da çəksin. Deyir, mən halallıq vermirəm. Sənə onları həbsə atsan. Onlar da müsəlmandır. Onların da hansısa bir yaxşı əməli var. Bunu deyir və çıxıb gedir. Bunlar da görür axı bunu. Bu kişi hərəkətini görür bunu. Görür ki, bax, əlində imkan var onları tutturmağa. Var əlində imkan. Ki, onları həbs elətdirsin. Amma eləmir. Buna kişilik lazımdır, buna mərdlik lazımdır. O da, əlhəmdülillah, Allah kimə nəsib edirsə, ancaq onlarda olur. Deməli, Şeyx Albani rahimehullah davam edir, deyir ki, belə bir zaman gələndə, həmin o zaman bilin ki, qəriblərin zamanıdır. Necə ki, Peyğəmbər sallallahu aleyhi ve sellem hədisdə deyir, Bədəl İsləmu qaribən və seyyaudu qaribən. Hətubə lil-qurabə. İslam qərib olaraq başlayıb, yəni Rasulullah sallallahu aleyhi ve sellem İslamı gətirəndə parmaqla sayılası qədər sahabə var idi. Elə bir zaman gələcək ki, Peyğəmbər sallallahu aleyhi ve sellemin yolu ilə gedənlər də parmaqla sayılası qədər olacaq. Həmin o qəriblər. Sahabələr deyir, ya Rasulullah, o qəribləri necə tanıyaq? Milyard yarım müsəlman var. Bunların arasında o qəriblər kimlərdir?
Deyim sizə. Peyğəmbər s.ə.və sual verir, o da cavab verir. Deyir ki, insanlar fəsad törədəcəkləri zaman onları islah etməyə çalışanlar. Adam şirk edir. Gəlib deyirsən ki, bu olmaz, şirkdir, küfürdür. Eləmə bunu. Deyir, bu vahabidir. Bizim dədə babamızın adət ənənəsinə qarşı çıxır. Adama gəlib deyirsən ki, bu günahdır, ribadır, zinadır, içkidir. Deyir, sən geridə qalmışsan. Geridə qalmışlardansa. Bir də müasir ol, get, cəmiyyət arasına çıx, onların elədiyini sən də elə. Yəni, palaza sürün, ellə, palaza bürün, ellə sürün. Üzr istəyirəm. Palaza bürün, ellə sürün nə deməkdir? Yəni, o günah edənlərlə bərabər cəhənnəmə gedin. Amma biz səbir eləməliyik. O köz, yanar köz ki var, onu əlimizdə saxladığımız için səbir eləməliyik və davam eləməliyik. İnsanları islah eləməyə çalışmalıyıq. Düzəlirlər, düzəlmirlər, onun bizə aidiyyəti yoxdur. Yəni, qiyamət günü elə bir peyğəmbər olacaq ki, yanında heç kəs olmayacaq. Yəni, nə qədər dəvət edib, heç kəs dəvətini qəbul eləməyir. Bizim boynumuza düşən vəzifə nədir? Bildiyimizi bilməyənlərə çatdıraq. Ondan sonra nə olacaq, onun bizə aidiyyəti yoxdur. Və bu dövr hansı ki, o deyirəm, köz, yanar köz saxladığın kimi çətindir. Bu dövrdə görürsünüz, nə qədər insanlar Allaha o ayədə deyildiyi kimi şübhə ilə ibadət edir. Yəqinlik yoxdur. Bu dövrdə biz nə etməliyik? Peyğəmbər s.ə.və Huzeyfə radiyallahu anh sual verirdi, ya Rasulullah, elə bir dövr gəlsə ki, nə xəlifə var, nə xilafət var, nə böyük bir cəmaat var. Dünyanın hər yerində parçalanıb müsəlmanlar. O dövrdə biz nə edəyik? Peyğəmbər sallallahu aleyhi ve sellem deyir ki, dindən, arxa dişlərinlə, sanki o ağacın kötüyündən yapışmış kimi yapış. Ağacın kötüyündən, arxa dişindən tutursan, bərk ki, sənə ondan qoparda bilməsinlər. Dindən bax, elə tut, dinivi yaşa. Özünü qoru. Quranda da Allah Teala deyir ki, Yə eyyuhəl-ləzine əmənu aleykum ənfusakum lə yədurrukum mən dallə in ihtədəytum iləllahi mərcikum cəmiən fəyunəbbiukum bimə kuntum tə'məlun. Ey iman gətirənlər, özünüzü islah edin, özünüzü qoruyun, özünüzü düzəldin. Siz doğru yolda olsanız, yanlış yolda olan, əyri yolda olanlar sizə heç bir zərər toxundura bilməz. Sonra hamınız Allahın huzuruna qayıdacaqsınız və Allah sizə nə etdikləriniz barədə xəbər verəcək. Və nəhayət, əziz qardaşlarım, sonuncu fitnə, yəni fitnələr çoxdur, mən əsaslarını yığmışam. Elm əhlinin fitnəsi, dünya malı, qadın, bidət, bir də ən qorxulularından biri riya. Bax, məğrib namazını qıldıq. Kim əminliklə deyə bilər ki, o namazımız qəbul oldu? Kimsə deyə bilər? Qiyamət günü bilinəcək bu. Qəbul olub, yoxsa yox. Siz təsəvvür edin, elə bir hədis var ki, o hədisi sahabələr eşidəndə ağlayıb bayılırdılar. Özündən gedirdi hədisi eşidəndə. Peyğəmbər sallallahu aleyhi ve sellem deyir ki, qiyamət günü 3 sinif insanla cəhənnəm alovlandırılacaq. Fikir verin. Yəni, cəhənnəm indi sakitdir, yanır, düzdür. Ancaq alovlanması üçün odun atmaq lazımdır. O həmin o odunu əvəz eləyən 3 sinif insan var. Onları atacaqlar ki, bu alovlansın. Kimdir bunlar? Bunlar müşriklər, kafirlər, münafiqlər, zalimlar deyil, ha? Bunlar riyakarlardır. O elm əhli ki, ona alim desin deyə elmi öyrənib və insanlara onu öyrədib. O zəngin adam ki, onu tərifləsinlər, desinlər ki, nə səxavətli adamdır, ona görə pulunu verib, ora-bura xəzləyib. Və bir də vuruşanlar ki, qəhrəman adı alsın. Onları o kim ki, adsan üçün eləyib, Allah rizası üçün yox, adsan üçün. Onlar cəhənnəmə, ilk onları cəhənnəmə atacaqlar, cəhənnəm alovlansın. İndi bundan qorunmağın yolunu da Peyğəmbər sallallahu aleyhi ve sellem bizə öyrədib. Özdə gör kimə öyrədir? Əbu Bakr As-Siddiq radiyallahu anhuya. Ümmətin ən xeyirli, ən fəzilətli müsəlmanına. Deyir, ey Əbu Bakr, ümmətim arasında elə bir şirk var ki, qarışqanın ayaq izindən də gizlindir, görsənmir.
Qaranlıqda gedən qarışqanın ayaq izi görsənmir. Ondan daha gizlindir. Sən bilmirsən, girdi qəlbinə yoxsa girmədi. Deyir ki, ya Rasulullah, şirk bizim gördüyümüz o bütlərə ibadət, bu şirk, o şirk deyil. Deyir, o böyük şirkdir. Gizlin şirk var, onu görmürsünüz siz. Ondan qorunmaq üçün, ey Əbu Bakır, de. Gör kimə deyir bunu, subhanallah. Əbu Bakıra. Yəni, radiyallahu anhu. Bilmədən o da o riyaya düşə bilər də. Bu onu göstərir. De. O duanı Peyğəmbər s.ə.v ona öyrədir. Əbu Bakır radiyallahu anhu da sonra bütün sahabələr bunu öyrənir. Sahabələrin hamısı bu duanı əzbər bilirdi. Bilirsiniz o duanı. Allahümmə inni əuzu bikə min ən uşrikə bikə və ənə a'ləm və əstəğfirukə limə lə a'ləm. Müsəlman qalasında var. Əzbərləyin bunu. Əzbərləyin, yadınıza düşdükcə bu duanı deyin. Xüsusilə səhər-səhər. Axşama kimi riya sizdən uzaq olsun. Yadınıza düşdükcə səzdələrdə, gecə namazında Allahım bilərəkdən sənə şərik qoşmaqdan sənə sığınıram. Bilməyib etdiyim günaha görə də səndən bağışlanma diləyirəm. Onda Allah Subhanahu səni şirkin bütün növlərindən qoruyacaq. Sonda hamımız üçün dua etmək istəyirəm. 5 möhtərəm insanın 5 möhtəşəm duasıdır. Dəfələrlə bunu etmişəm öz xütbələrimdə. Hətta bunu PDF şəklində ayrıca bir qardaşlara paylamışam ki, onlar da faydalansın. Birinci dua İbrahim Aleyhisselamın duasıdır. Bu mübarək ayda, belə bir gecələrdə, o gecələrdə ki, Allah Subhanahu duaları qəbul edir. Allaha hamımızın adından dua edib deyirəm. Rabbi həblənə hukmən və əlhiqnə bis salihin və cəllənə lisənə sıdqın fil əxirin və cəlnə min varəthəti cənnətin nəim. Ey Rəbbimiz, bizə hikmət bəxş et və bizi əməli salih qullarına qovuşdur. Sonra gələn nəsillər arasında həmişə xoş xatirələrlə yad edilək deyə bizə gözəl ad qismət elə və bizi nəim cənnətinin varislərindən et. İkinci duamız Yusuf Aleyhisselamın bizə öyrətdiyi duadır. Bu da Qurandadır. Fatırəs səməvati vəl-ard. Əntə vəliyyunə fid-dunya vəl-əxirə təvaffənə musliminə və əlhiqnə bis-salihin. Ey göyləri və yeri yaradan Rəbbimiz! Dünyada da, ahirətdə də bizim himayədarımız sənsən. Bizim canımızı müsəlman olduğumuz halda al və bizi əməli salih qullarına qovuşdur. Üçüncü dua Peyğəmbərimiz sallallahu aleyhi ve sellemin etdiyi duadır. Son nəfəsində etdiyi o dua. Allahümmə əğfir lənə vərhəmnə və əlhiqnə bir rafiqəl ə'lə. Allahım bizi bağışla, bizə rəhm et və bizi uca dostlara qovuşdur. Dördüncü dua Raşidi xəlifə Ömər ibn Xattab radiyallahu anh'ın daim etdiyi duadır. Hədis kitablarına həkk olunub bu dua. Allahümmə təvaffənə mə'al əbrar və lə tuxallifnə fil əşrar və əlhiqnə bil əxyar. Allahım bizim canımızı əməli salih insanlarla bir yerdə olduğumuz halda al. Bizi şər insanlardan uzaq elə və bizi ən xeyrxalq insanlara qovuşdur. Və nəhayət sonuncu dua Abdullah ibn Məsud radiyallahu anh etdiyi duadır. O dua ki, Peyğəmbər sallallahu aleyhi ve sellem onu eşidir, tərifləyir, təsdiqləyir və bu da sünnə olaraq hədis kitablarına həkk olunur. Allahümmə innə nəsəlükə imanən lə yərtəd və nəimən lə yənfəd və murafaqədə nəbiyyükə Muhammedin sallallahu aleyhi və səlləmə fi ə'ləl cənnətil xuld. Allahım səndən dəyişməyən iman, tükənməyən neymətlər və Peyğəmbərin Muhammed sallallahu aleyhi və səlləm ilə birlikdə ən uca cənnətdə olmağı, ona yaxın, qonşu olmağı diləyirik. Subhanək Allahumma və bihəmdik, əşhədu ən la iləhə illə ənd, əstəğfiruka və atubu ileyk.